Dekabrın 17-sində Milli Məclisin plenar iclası keçirilib. İclasda çıxış edən deputat Fazil Mustafa Məmmədəmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsini təqdirə layiq hesab edib. Məmmədəmin Rəsulzadə ilə bağlı mən hesab edirəm ki, parlamentin üzərində müəyyən vəzifələr düşür, bu səbəblərdən irəli gəlir. Məsələn, yaxşı olar ki, o fəaliyyətin böyük əksəriyyəti parlamentlə bağlı olur. Azərbaycan Milli Məclisində bir ciddi, böyük beynəlxalq elmi konfrans, elmi praktik konfrans keçirilsin. Onun xatirəsini biz də ən azı bu parlamenterlər olaraq, varislər olaraq onu qeyd eləmək borcumuzu yerinə verir. Millət vəkili Qüdrət Həsənquliyev də Məmmədəmin Rəsulzadənin 130 illik yubileyi ərəfəsində Axundov adına kitabxananın qarşısındakı bağa Cümhuriyyət adının verilməsini təklif edib. Bir qrup ictimaiyyət nümayəndəsi məsələ qaldırıb ki, Məmmədəmin Rəsulzadənin 130 illik ərəfəsində köhnə yığıntılar bağına indiki Axundov adına kitabxananın qarşısındakı bağa Cümhuriyyət bağı adı verilsin. Mən bu ideyanı dəstəkləyirəm və bu məsələni parlamentdə qaldırıram ki, müvafiq dövlət orqanlarında bu məsələni araşdırsınlar və ümid edirəm ki, müvafiq